Salam ay Murad. Bunlar nədir? Deməli Murad, bax indilənə bax. İndi gətirmişəm ha, özüm gedirəm şəxsəm. Bax bu ördəklərin yanında özüm dururam Murad. Belə bax. Buna bax, körpə ördəklər belə bax. Hələ bunu buna bax, yaxın gəl, yaxın. Hamısı buna bax. Yaşılbaş ördək, belə bax bax. Hələ su axır ha, qurumur. Belə bax. Gəlsən Yavbər Ustanın yanına. Bax bu yaşılbaş ördəklər var. Bax bu yaşılbaş ördəkdən çığırtmasın yax soğanda. İstəyirsən narla, zilmişsən. Hələ buna baxayım Murad. Vay. Bu nədir? Bazlara bax. Buna bax buna. Bunun hamısını buradan götürür. Qəşəng ütürür, təmiz yuyulur. Bu nədir? Qaz da bir qaz. Belə bax. Hələ bir üzdən gəldi. Buna bax. Oya pomidor gətir. Pomidor gətir ha. Deməli Murad. Gəlsən Yavbər Ustanın yanına. Yaxşı bu qazdan, ördəkdən çığırtmasın. Kartoşka ilə, narla, zilişlə, nə ürək istəyir, görürsən bu yağına bax, məyim yağımdır. Pomidora bax, Şəmkirdən bana göndərirlər ki, yavərsəm. Bu pomidordan işte, ne deyir? O gün biri orada yazır ki, kommentdə. Ay bu parnik nə bilmə, pomidor deyir, bu rozmu çox adam alıb verəmir, bahadır. Amma bu oğlan bunu verir. Bərdə rayonu, Şaxvəllər kəndinə gəlsən, Yavbər Ustanın yanına, gözəl bu yeməklərdən yeyirsən və pomidoru xiyarı, harada yaxşısı var, oğlan onu alır. Hər bir şahit var bizdə. Qazan yeməkləri, balıq, nə istəyir. Bunu gələ bilərsiniz.